fe'li bağlamanın şəkilçilərindən sizin köməyinizə araq çatacaq daha çox. Belə yadınızda qalsın ki, fe'li bağlama sanki biraz arağa meyillidir. Niyə? Çünki hər yerdə kömək edəcək sizə. Birini başlayıb ıb şəkilçisindən. Ib şəkilçisindən danışarkən biz bilirik ki, ıb şəkilçisi həm keçmiş zaman şəkilçisidir, yəqin ki, yadınıza düşür, keçmiş zamanı şəkilçisidir. Həm də biz burada fe'li bağlamada gördük bunu. Dedik bir keçmiş zamanda görəcək, bir də fe'li bağlamada. Bunları bəs bir-birindən necə fərqləndirir? Əgər cümlədə ibi götürüb yerinə araq şəkilçisini qoya bilirsənsə, bunlar artıq olacaq fe'li bağlama. Deməli, nə əvəz edə bilirəm? Araq şəkilçisini. Məsələn, 2 dənə cümlə yazıram. Əli kəndə gedib. Bir də deyirəm. Əli kəndə gedib, onları qarşıladı. Hər iki gedib sözündə sən ibi görürsən. Gəlin görək necə fərqləndirir bunu. Əli kəndə gedərək deyib, cümləni bitirə bilərsən, bitirə bilmərsən. Deməli, burada nəyə şəkilsi olacaq? Gedərək onları qarşıladı. Deyə bilirəm? Deyə bilirəm. Deməli, əgər mən bu ibi yerindən çıxarıb, arağı yerinə qoya bilirəmsə, olacaq fe'li bağlama. Qoya bilmirəmsə, olacaq keçmiş zaman şəkilsi. Düşdün ki? İndi gəlir yeri araq ərəqə. Zaten bunu bildik. Araq ərəq. O, qeydlərini apararaq qulaq asırdı. Nə tərsdə qulaq asırdı? Deməli, biz bildik ki, zəminə tərz məzmununu bildirir araq ərəq şəkilsi. O, qeydlərini apararaq müəllimə qulaq asırdı. Nə tərzdə qulaq asırdı? Yaxşı, cümləni yazmaq ehtiyac var. Bir də yadınızda qalsın ki, istər məsdər olsun, istər fe'lsin, istər fe'l bağlı, fərqi yoxdur. Hamısının şəkilsi qrammatik şəkilsi. Hamısının. Yaxşı. Yazım da. Yaxşı. Qeydlərini apararaq dinləyirdi. Madam deməli bu şəkilçi, bu iki şəkilçi uşaqlar. Bu iki şəkilçi bir-birini əvəz edir. Bu iki şəkilçi bir-birini əvəz edir. İndi məsələ nədir? Məsələn, bir dəqiqə mən o sualı tapım sizə. 7-ci sinif dərsliyində belə bir sual düşür. Siz bunu yazana qədər. 7-ci sinifin dərsində belə bir sual var. Deyir ki, aşağıdakı cümlələrin hansında altından xətt çəkilmiş söz fe'li bağlamıdır. Cümlələri yazıram mən sizə. Dəvənin qanadı olsa, uçmamış, dam qalmaz. Altına xətt çəkilən cümləni də qeyd edirəm sizə. At almamış nöqtə davası edir. Bir-birini həmişə əvəz etmir. İndi qulaq asın. Nöqtə davası edir. Hər iki cümlədə sən eyni formada görürsən. Və uşaq götürür bunu neyinir? Qarışdırır. Aynen, hər ikisi fe'li bağlamadır da. İndi məsələ nədir? Bunu tapmaq üçün bir-birindən istifadə edəməlisən. Sən bu şəkilçiləri götürüb yerindən madamı qoya bilirsənmi? Gəlin baxaq. Dəvənin qanadı olsa uçmadan dam qalmaz deyə bilirsən? Deyil misən? Deməli, avtomatik olaraq bu nədir? Fe'l sifət. Madam bildik işte fe'li bağlama. İşte fe'l bağlama deyildir, onu izah edirəm. Dəvənin qanadı olsa uçmadan dam qalmaz deyə bilməzsən. Deyə bilsəydin fe'li bağlama olardı. Deyə bilməyəsən, artıq buradakı mış fe'l sifəti şəkilsi. Biz sizdən fe'l sifəti şəkilsini keçmişik, mışmışıq. Demişik ki, əgər mışmış necə sualına cavab versə, olacaq fe'l sifət, nə etmiş sualına cavab versə, olacaq fe'lin keçmiş zamanı. Düzdür? Burada da necə sualına cavab verir? Necə dam qalmaz? Uçmamış. Normalda imkanı şəkilsi. İndi gəlin bura baxaq. At almadan nöqtə davası edir. Deyə bilirəm? Deyə bilirəm. Problem var? Yoxdur. Əgər yoxdursa, bunu sən bütöv formada fe'li bağlamanın şəkilçisi götürəcəksən və bu söz olacaq fe'li bağlama. Olmursa artıq
Yəni, məsələn, bizim tapşırığımızda fe'li sifət. Okey. Başa düşdünüz? Bu iki şəkilci bir-birini əvəz etdiyi üçün istənilən halda sən çıxarıb yerinə qoya bilirsən. Dərsə gəlmədən tapşırıqları edə bilməzsən. Dərsə gəlməmiş tapşırıqları edə Əvəz bilməzsən. edə bilsə fe'li bağlama, edə bilmirsə fe'li Bəli, sifət. bizdə fe'li bağlamada əsasən əvəz etmədən danışırıq. Əvəz edəcək, zəhmət çəkəcək. Məsələn, araq əvəz edəcək. Nə bilim, madan mamış şəkilçisini əvəz edəcək. Yəni, burada əvəz edəcək. Əvəz etməyəcək söhbəti yoxdur. Yaxşı, problem var belə. Hamı yazdı, videonda yandı. A-ə. A-ə. Niyə mən bunu bu formada yazmışam? Çünki bu şəkilci mürəkkəb sözlərin tərkibində olur. İndi burada xış gəlir, kötüyü ilişir. Necə ilişir? İki dənə cümlə yazıram sizə. Anam elə yazdım ki, anam paltarı tikə-tikə söhbət edirdi. Bir də deyirəm ki, əti tikə-tikə doğradı. Hər iki formada uşaqlarım, siz orada nəyi görürsünüz? Tikə-tikəni görürsünüz. Və avtomatik olaraq beyin deyir ki, əvəz olun. Gördüm, sən hər ikisi də necə sualına cavab verir, yapışdırırlar fe'li bağlamaya. Olmaz. Yenə bizim köməyimizə gələcək araq şəkilçisi. Əgər A-əni araqla əvəz edə bilirəmsə, olacaq fe'li bağlama. Məsələn, anam paltarı tikərək söhbət edirdi. Problem var? Yoxdur. Deməli, nədir? Fe'li bağlama. Yaxşı, deyə bilərsən, əti tikərək doğradı. Deyə bilirsən? Bilən yoxdur. Xeyr. Yoxdur, deməli, bu fe'li bağlama deyil. Burada zərf olacaq. Sonra, məsələn, deyirəm ki, maşın dönə-dönə gözdən itdi. Bir də deyirəm ki, bunu sizə dönə-dönə demişəm. Gəlin yenə istifadə edək. Maşın dönərək gözdən itdi. Deyə bilərəm də. Aslının peravallarını, fırlanmadan gözdən itdi. Fe'li bağlama. Olacaq fe'li bağlama. Yaxşı, sən deyəməzsən ki, bunu sizə dönərək demişəm. Xeyr, onu ki, bu fe'li Burada artıq nə məzmun ifadə edir? Dəfələrlə məzmun ifadə edir. Düzdür? Deməli, nə olacaq? Zərf. Problem var? Xeyr. Aha. İndi armazı da qeyd edim. Görürsünüz, yenə dəstən yazdım. Bu nə deməkdir? Yenə bu nədə olacaq? Mürəkkəb sözdür. Amma indi bir məsələ var. Bu qoşulduğu söz mütləq eyni söz olmalıdır. Məsələn, Həsən evə çatar-çatmaz zəng vuruldu. Zəng gəldi, yaxşı bir oldu. Çat. Hər ikisi çat sözünə qoşulub, eyni sözə qoşulmalıdır. Biz hazıra gələr-gəlməz mətn işlədik. İmtihana gedər-getməz 100 yıllıq. Allah eləsin. Yaxşı? Amma indi sizi çatdırmaq üçün nə edəcəklər? Sual salacaqlar. Biz 100 yazmadıq deyə müəllim bizi gedər-gəlməzə göndərdi. Bilirsiniz gedər-gəlməz hərədir? Taxtalı köyə. Gedər-gəlməz. Nəyə qoşulubdur? Get, gəl. Fərqli sözlərə qoşulub, düzdür? Fərqli sözlərə qoşulan halda sən onu fe'li bağlama götürə bilməzsən. Fe'li bağlama olması üçün nə etməlidir? İki sözün təkrar olmalıdır. Bəli, eyni sözün təkrarına qoşulmalı. Eyni sözə qoşulmalıdır. Mürəkkəb. Mürəkkəb olacaq zaten. Onsuz defislə yazılan mürəkkəb söz. Sadəcə nə etməliyəm? Eyni sözə qoşulmalıyam. Müxtəlif sözə qoşsam olmayacaq. Taxtalı köyə. Gedər, gəlməz. Nəyə qoşulubdur? Get, gəl. Fərqli sözlərə qoşulub, düzdür? Fərqli sözlərə qoşulan halda sən onu fe'li bağlama götürə bilməzsən. Fe'li bağlama olması üçün nə etməlidir? İki sözün təkrar olmalıdır. Bəli, eyni sözün təkrarına qoşulmalı. Eyni sözə qoşulmalıdır. Mürəkkəb. Mürəkkəb olacaq zaten. Onsuz defislə yazılan mürəkkəb söz. Sadəcə nə etməliyəm? Eyni sözə qoşulmalıyam. Müxtəlif sözə qoşsam olmayacaq. Yaxşı? Qeyd edin. Sən də saxlayın. Sual salmışdı ki, tutaq ki, dərslərini oxumadan getmə. Bir də deyir ki, yox, belə yazıq, qoy deyil. İndi baxın, burada nə ola bilər uşaqlar?
dərslərini oxumadan şagirdi buraxma deyə bilərsənmi? Burada nə məzmun ifadə edir? Dərslərini oxumamış şagirdi, düzdür? Dərslərini oxumayan şagirdi. Əgər bu şəkilçini mən mayanla əvəz edə bilərəmsə, madanla yox, mayanla əvəz edə bilərəmsə, bu söz feili sifət olacaq. Və ya məsələn, əvəz elədim madandan, dedim ki, feili bağlamadı. Yox, əgər mayandan əvəz eləsəm, bax, məsələn, deyə bilmirəm, dərslərini oxumadan şagirdi buraxma. Hansı şagirdi buraxmayayım? Dərslərini oxumamış şagirdi və yaxud da dərslərini oxumayan şagirdi. Mayanla əvəz edə bildiyim hissi artıq olacaq feil sifət. Yenə bayaqşı qaydada təxmin olunacaq. Ma olacaq, inkar şəkilsi, mış olacaq. Nəyin şəkilsi? Feili sifətin şəkilsi. Öncə şəkilsi olduqca çox düşür. Və ən çox da bu söz düşür. Doyunca. Niyə düşür? Onu mən köməkçilik qısalarında deyəcəm. Uşaqlar götürür cacəni qoşma kimi götürür. Doyana qədər. Mən orada məsələn qayda kimi deyəcəm sizə ki, cacəni qədərlə əvəz edə bilirəmsə, nə olacaq? Qoşma olacaq. Uşaq deyir ki, ay mənim deyir, doyana qədər, məsələn deyirəm, doyunca ye. Ay mənim nə var? Doyana qədər ye. Axı sənə kim ixtiyar verir ki, burada onu çıxart, orada bir A artır, doyana elə, sonra da qədəri qoş böyrünə. Bu artıq nə olacaq? Onca bir yerdə feili bağlamalı şəkilsiz olacaq. Yəni, xüsusən də bax bu sözdə deyilən, ulduz qoyursunuz, çünki tezdə düşən sözlərdən biri budur. Bu nədir? Feil bağlanan danışıqda nə olacaq? İsim. Eşitmədim. Sonra arkən yazarkən məni dinlə. Üçdə də nida. Sizə aid. Nə zaman dinlə? Yazarkən mən. Hansı məzmun ifadə edir? Nə zaman sualı vermişəm? Hansı məzmun ifadə edir? Zaman məzmun. Zaman məsələn. Anda. Yazanda xəbər elə. Nə zaman xəbər elə? Yəni nə məzmun ifadə elədir? Zaman. Düzdür? Yazdıqda. Yazdıqda. Başına qoymadım. Yazdıqda. Yenə də cümləni yazmıram. İndi uşaqlar sizə nə yenir? Gətirir. Sizi çaşdırmaq üçün belə bir cümlə yazın. Yazandan sonra xəbər edir. Uşaq da nə edir? Deyir ki, ay müəllim, nə zaman? Anda da var orada. Deməli, bu nədir? Feili bağlamadır. Deyir və variantı səhv götürür. Amma biz bilməliyik ki, bura nə yazılır? Andan birincisi, düzdür? İkincisi də bilməliyik ki, burada özündən sonra qoşmadır. Sonra sözü qoşmadır. Üçüncüsü də bilməliyik ki, və xarda mən yuxarıda demişdik ki, feili bağlama qoşmalardan işlənə bilir. Deməli, bu söz artıq nə olacaq? Feili bağlama mı? Feili bağlama deyil. Başa düşdür? Feili sifət. Və feil sifət. Hə, damdan sonra. Yazın.